Diqqət, diqqət. Gözəllik qurban tələb eləyir deyənlər. Gözünüz və qulağınız bizdə olsun. Vay, üzünü şişirtdi, doldurdu. Yəni hələ də aramızda elələri var ki, başa düşmürlər. Mən çox qorxuram. Artıq gözəllik heç bir qurban tələb etmir. Sifətdə toxuma çatışmazlığı olanda ondan eləyirlər. Mezosaplar haqqında bilmədiklərinizi bizdən öyrənəcəksiniz. Bu sapların deməli ölçüsüdür. Yanaq üçün adətən nəzərdə tutulur. Yoqanı öyrənmək istəyənlər yeni dərs hərəkətlərinə hazır olun. Bu hərəkətdə nəfəsimizi alırıq, nəfəsimizi veririk. Verilişin sponsoru Doktor Davud Tibb Mərkəzi. Verilişin sponsoru Nərgiz Klinikası. Təşkilatı dəstək Sülh Travel. Təşkilatı dəstək Lady Charm. Hər vaxtınız xeyir olsun mənim əzizlərim. Xoş gördük sizi xanımlar. Saatındayıq. Bugün də sizlə bizlə yetişmişik. Çox maraqlı mövzu ətrafında söhbət edəcəyik. Əlbəttə ki, çox maraqlı qonaqlarımız var. Bugünkü qonağımız, əvvəlcə mövzunu elan edim. Bugünkü mövzumuz mezosaplardır mənim əzizlərim. Qadınların hal-hazırda çox maraqlandığı bir aktual bir mövzudur. Mezosaplar. Əsas etibarilə bu haqda danışacaq. Əlbəttə ki, mütəxəssis həkim qonağımızın yardımı ilə. Tez onu təqdim edim. Nərgiz Klinikasının həkim, dermatokosmetologu Könül xanım Namazova. Xoş gəlmişsiniz Könül xanım. Həmişə siz gələsiniz. Və təbii ki, məşhur xanımlarımız var. Bugün biz burada çox maraqlı söhbətlər edəcəyik. Yaxı, onların da mənə yardımı lazımdır. Çox ehtiyacım var onların fikirlərinə. Bu məşhur xanımlardan biri müğənni ifaçı Sevda Əli qızı. Xoş gördük sizi Sevda xanım. Digəri isə müğənni ifaçı İlhamə xanım Qasımova da xoş gəlmişsiniz. O müğənni ifaçı bir dənə də virgül aktrisa qoyaq mı artıq? Yoxsa hələ tezdir? Hələ tezdir. Hələ tezdir, yaxşı. Onda gözləyin az sonra. Və burada bir gözəl, cıqqılı, cıppulu deyir, balaca boyu var, dam dolusu toyu var. Elə baxmayın ki, balacadır, xırda-mırdadır, nərmə nazikdir. Amma bir gözəl əl işi var ki, gəl görəsən. Mən elə-belə bunu demirəm. Çünki arada Zərifə xanım mənə də makyaj edir lazım olanda. Xoş gəlmişsiniz Zərifə xanım. Necəsiniz? Əhval-ruhiyyəniz necədir? Və bizim hər zamanki verişimizin ulduzu, starı, bəri bəzəyi Nurlana xanım modelimiz bizimlə bərabərdir. Siz də xoş gəlmişsiniz. Zərifə xanım, bugün nə makyaj eləyəcəksiniz modelimizə? Bugün bu ilin dəbi olan torpaq tonları bilirsiniz ki, moddadır, dəbdədir. Biraz da qara kölgə vermək istəyirəm, qara ilə torpaq tonlarının qatışığı. Buyurun, o zaman siz işinizə başlayın. Bu ilin dəbi olan torpaq tonlarında makyajınızı eləyin. Mən də arada sizə yaxınlaşacağım. Görüm, nədiniz, necə elədiniz. Və təkrar xoş gəlmişsiniz xanımlar. Mezosaplardır mövzumuz. İlk sualım mütəxəssisədir. Könül xanım, nədir bu saplar? Bir qədər məlumat verin. Bəli, xoş gördük bir daha sizi. Tamaşaçıları salamlayıram. Deməli, mezosaplar hal-hazırda ən aktual bir mövzudur və xüsusilə sizin istəyinizlə mən bugün bu mövzunu işləyəcəm. Bilirik ki, artıq hazırki estetik kosmetologiya demək olar ki, plastik cərrahiyyə ilə rəqabət daxilindədir. Buna kontrplastikalar aiddir, buna əməliyyatsız üz gərmələr aiddir və s. Və bildiyimiz kimi milyonlarla qadınlar gənc olmaq istəyirlər. Reabilitasiya müddəti az olan, ancaq effekti yüksək dərəcədə olan proseduralar istəyirlər. Nə xoş ki, biz çox sevinirik ki, bugün artıq biz o pasientləri geri qaytarmırıq naümid və artıq 30 dəqiqə, 40 dəqiqə müddətində biz onların üzündə gözlə görülə biləcək dərəcədə qravitasion putazları, yəni üz düşüklüklərini, sallanmaqları, qırışları götürə biləcək proseduralar edirik. Lifting proseduraları müxtəlif cürdür, ancaq biz bugün sırf mezosaplardan danışacağıq, çünki insanlar çox az məlumatlıdırlar, tərkibi nələrdir, hansı zaman tətbiq olunar, müddəti nə qədərdir, bəzi xəstəliklər əmələ gətirərmi? Çox pasientlər sözü, doktor, bəli, fəsadları nələrdir, fəsadları ola bilərmi və tərkibləri nədən ibarətdir? Birincisi sizin... Çox gözəl punktlarla ayırdınız belə Könül xanım. Sualları bir-bir verdiniz özünüz. İndi həmən suallara da özünüz cavab verəcəksiniz. Nəsə mənə deyir ki, mən bugün heç deyəsən sual verməyəcəm. Könül xanım artıq hazır, yəni hər şeyi bilir, maşallah, maşallah. Amma mən sizi də bura elə belə çağırmamışam ha bugün. Yəni məndə olan məlumata görə
sizi əslində mən çox kifayət qədər məlumatlı xanım bilirəm. Yəni xanımlarsınız, hər ikiniz dünya görüşlüsünüz və s. və axır. Bilirəm ki, mezo haqqında, ümumiyyətlə lifting haqqında, saplar haqqında məndən çox bilirsiniz. Ona görə də sizi çağırmışam ki, bəlkə mənim bilmədiyim nəsə var, sizdən öyrənim. Olmaz ki, biz çox bilirik. İndi artıq hamı bunu bilir. Ya, kiçik yaşlı uşaqlar da gənclərdən Nə sorsun. danışırsınız? Vallahi məndən bəlkə də çox bilirlər. Mənim yaşımdan çox bilirlər. Çox gözəl bir mövzudur. Sevda xanım, istifadə eləmişsiniz yeri gəlmişkən mezo saplardan? Elə ondan danışacaqdım. Yox, istifadə eləməmişəm, amma istəyirəm. İstəyirəm çünki bax, həkimdir, düşüb əlinizə. Bax, hazır konsultasiya bugün burada baş verə bilər yəni. Yəni, insan gerək o şey ki, tələbat varsa, əgər lazımdırsa, mümkündürsə eləmək lazımdır. Amma elə insanlar var ki, o lazım oldu, olmadı, o mezo saplardan istifadə edir. Mənə elə gəlir, mənə hal-hazırda mən o mezo saplardan istifadə eləməliyim. Amma bir şey var, sizə deyim, mən çox qorxuram. Yəni, mən dəfələrlə gizlətməyə elə bir ehtiyac da yoxdur. Dəfələrlə botoks eləmişəm, göz ətrafı. Onu eləmişəm. Orada nə var ki, gizlətməli? Hə, eləmişəm, yəni eləyirəm. Amma həmin o sapları çox eşitmişəm, görmüşəm də effektini, gözəl bir şeydir. Mənə hal-hazırda lazımdır buradan biraz elə bir istəyərdim. Amma çox qorxuram. Gəlin siz deməyin, gəlin həkimimiz bir dənə konsultasiya eləsin və qərar versin. Yəni mənə deyib ağrılıdır, biraz gözə ondan yarı qorxuram. belə baxıb deyə bilərsiniz, lazımdır yoxsa yox? Bəli, mütləq şəkildə lazımdır. Lazımdır. Dərinin strukturu yaxşı görsənir. Yəni heç olmur ki, baxımlı xanımsınız, üzlərinizə qulluq edəcək. Sadəcə olaraq üz konturları daha dəqiq və olsa daha gözəl olar. Yəni üz ovalını artıq siz mənə biraz ürək-dirək verin, bəlkə mən razılaşdım. Gül xanım, inşallah. Yaş həddi varmı? Məsələn, hansı yaşdan yaşa qədər sapları eləmək ümumiyyətlə olmaz, yəni lazım deyil? Əslində, yaş həddi deyilən bir şey yoxdur. Bəli. Bu həyat dərinin strukturu məsələsi. Dərinin strukturu, həyat tərzi, genetika çox böyük əhəmiyyət daşıyır. Bax, onu düz dediniz, həyat tərzi. Və yaxud da bizim pasientlərimiz olur, tutaq ki, rayondan gələn olur, günəş enerjisinin artımında həddindən çox işləri onunla bağlı olanlar olur. Yəni, bunlar üzün foto yaşlanması deyilir. Üzü həddindən tez qocaldırlar. Üzün nəmliliyini itirir, üzdə artıq qırışlar yaranmağa başlayır. Təbii ki, bunlar konsultasiyadan sonra məlum olur. Sapların əslində həddi, yaş həddi yoxdur. Artıq bugün elə tərkibli saplar var ki, onlar mezo effekti də verir, bir revitalizant effekti də verir. Artıq sorulduqca üzə parlaqlıq, gözəllik, hətta ki, hiperpigmentasiya varsa, ləkə rənginin açılmağına qədər gətirib çıxardır. Nə danışırsınız? Bəli. Ümumiyyətlə, hal-hazırda mən deyərdim ki, bizim sferada saplarımız iki tərkibdə saplar özünü daha çox doğrulduqlar və o saplardan mən bugün danışacağım. Birincisi PDO saplardır. Bunlardır. Bəli. PDO. Bunların tərkibi polidiaksanondur. Polidiaksanon ketkut bildiyimiz kimi cərrahiyyədə uzun müddətli istifadə olunur. Öz-özünə sovrulan, yəni ketkut saplar. Bəli, bəli. Öz-özünə sovrulan orqanizmdə buna degidratasiya deyirlər. Yəni parçalanır. Bununla biolojik uyğunluq var orqanizmdə və allergik reaksiyalar olmadan tamamilə sovrulur. Cavanlaşır, daha da gözəlləşir və onun qalıcılıq müddəti 2 il, 3 il müddətinədir. Bu birisindən çoxdur. Bəli, siz deyə bilərsiniz ki, doktor, onda biz hamımız o saplardan istifadə edirik. Nəyə görə siz bugün bu saplardan da danışırsınız? Deyə bilərəm. Bəli. Hardan bizdəsiniz? Çünki məntiqli bir sualdır. PDO tərkibli saplar da lazımdır. Nə üçün? Saplar orqanizmdə. Biz dedik ki, dəri sümüyə birləşməyib, yəni belə deyək, loru dildə. Yəni sümük üstünə, ona görə biz mimiki hərəkətlər eləyə bilir. Və bunun da mənfi cəhəti ondan ibarətdir ki, zaman keçdikcə... Yəni əzələ var da üzümüzdə. Bəli, əzələlərdir və əzələyə, dəri əzələnin üstündə olduğuna görə əzələyə heç bir, yəni orada sümük yoxdur və birləşdirici toxumalar yoxdur. Dəri sallanmağa başlayır. Bu yaşla olur, dediyimiz həyat tərzi ilə olur.
genetika ilə bağlı bir şeydir. Və artıq bunu düşünüblər, elə bir üsullar çıxardıblar ki, dəri altı karkas yığılır saplarla. Bunu belə deyək, bünövrə, yəni construction yığılır saplarla, bəli. Bunlar adətən olur monosaplarla. Bugün onları sizə açıb göstərəcəm. Hansı saplarla hansı proseduralar olunur və ardıcıllıqlar nədən ibarətdir? Mütləq onu bizə açın, göstərin. Bu construction yığılmalıdır. Bunlar PDO saplarla olunur. Fiksasiya olunmalıdır. Bu da qarmaqlı PDO saplarlandır. Amma üzün rənginin gözəlləşməyə və cavanlaşması təbii ki, polilaktik süd turşulu saplardır ki, hansı ki, onlar da çox yeni gəliblər bizim, belə deyək, kosmetologiya, estetik kosmetologiya aləminə, bəli. Və çox yüksək dərəcədə də istifadə olunur. Yəni, bu bir yenilikdir. Mən bugün izah eləyirəm bunu. Çox gözəl və biz xahiş edəcəyik, ətraflı da bizə izah edərsiniz, ətraflı danışarsınız o yenilik haqqında. Bir halda ki, yenilikdir, bizim hamımızın ehtiyacımız var o yenilikləri bilməyə. İlhəmə xanım, mən də o məlumata görə siz artıq qərara almışsınız və deyirsiniz ki, bəli, mən də bu saplardan istifadə eləyəcəm. Bəli. Əslində, həmişə istəyirdim və mən müəyyən yaş həddini gözləyirdim ki, olandan sonra, deyək ki, lap tez eləmirdim. Həm də ki, elə bir proseduralar var, artıq onlar kömək eləmir. Yəni, ona artıq ciddi yanaşmaq lazımdır. Məsələn, ciddi də, yəni ki, deyək ki, dediyiniz kimi üst konturlarının düzəldilməsi artıq heç bir nə bilim, yəni aparatlı kosmetologiya, yəni artıq kömək eləmir. Ona artıq deyir, əl gəzdirmək. Mən də plastik operasiyadan deyək ki, hələ qorxuram və hələ düşünürəm ki, elə şey üçün tezdir, amma nəsə lazımdır ki, onunla bunun arası olsun. Yəni ki, həm o effekti versin, həm də ki, bəli, belə bir şey. Ona görə saplar çox gözəl bir, yəni kim kəşf edibsə, Allah razı olsun ondan. Yəni çox yaxşı eləyib doğrudan. Mən doğrudan istəyərdim, bir neçə nahiyələr var. Məsələn, bilirsiniz, çox vaxtı deyirlər ki, tezdir, hələ ehtiyacı xeyr. Biz onu eləmirəm ki, mən nəsə problem var və s. Mən onu eləyirəm ki, qabaqda o daha pis nəticənin qarşısını almaq üçün. Məsələn, mən boğaz və çənədə olan konturu, deyək ki, sifətdə olan konturu düzəltmək istəyərdim. Belə, düzdür, mən əslində heç bir şey sifətimdə yoxdur olmasa da, mən çox klinikaya həmişə tez-tez gedirdim. İndi biraz gec, həm də məlumatlanıram ki... Yəni, nə botoks var, nə dolğu var. İndi hal-hazırda yox, dolğu heç vaxt etməmişəm, botoks eləmişəm. Dolğudan qorxuram, çünki bilirsiniz, dolğu elə bir şeydir ki, mənə elə gəlir, bir çəkidə olan insanlara daha yaxşı olar dolğu. Çünki adətən dolğu elədir ki, yəni fillerdə, bizim loru dildə deyək, biz rəşmişik, kökəlirsənsə, sifətdəki piylər də üstünə gəlir, onu adətən vuranda o suyu özünə yığır, qəşəng bilirsiniz, siz görmüşsünüz, Rusiya estradasında Lalitanı tanıyırsınız, o qədər, o düzdür, çox olub, yəni ki, bilirsiniz, mən onsuz da insan kökəlir, o öz naturalini fillərin sənə bəsdim, təsəvvür edin, üstünə də gələndə. Bəlkə də mən yanılıram, amma mən indiyə qədər çox xanımlar olub ki, fillərlə azca olanda yaxşıdır. Sonra onlarda psixoloji bilsiz öyrəşmə olur. Yenidən gedirlər, artıq onlara o dərinin dartılma effekti xoş gəlir. Bir də eləyirlər, bir də özlərindən xəbərləri yoxdur və mən o dəhşəti görəndə ona görə mən qorxuram o qədər. Aydındır. Aydındır, çox maraqlı yanaşmaydı yeri gəlmişkən. Fikirləriniz mənim üçün çox maraqlıdır. İrəliyən dəqiqələrdə bu haqda hələ çox danışacağıq və reklamlardan sonra mənim əzlərim biləcəksiniz ki, Nərgiz klinikasında mezosaplarla bağlı hansı yeniliklər var. Sonra yoga dərslərimiz olacaq bugün. Hal-hazırda isə reklamlar. Əziz xanımlarımız, sizi yoga dəqiqələrində xoş gördük. Tadasana hərəkəti döş qəfəsini tam aralayıb, qabırğalarımızı qaldırır, diafragmanı elastik edir və ona görə ağciyarın hava tutumunu artırır. Eyni zamanda onurğamızı çevik edir və onurğamızda qan dövranı artır. Və bu hərəkətdə biz göstərməmişdən qabaq, göstərəndə mən sizə istəyirdim bir neçə ona hazırlıq hərəkətlərini göstərim. Bir daha təqdim edim sizə bu hərəkəti, bu Tadasana hərəkətidir. Onurğamız tam düz, bədənimiz maili lövhə kimi olmalıdır. Bu Paschimottanasana hərəkətinə əks olan hərəkətdir. Və bu hərəkətdə rahat dayanmaq üçün biz sizə bir neçə hərəkəti göstərəcəyik. Bunlar nəfəsimizi alırıq, nəfəsimizi veririk, nəfəsimizi alırıq, nəfəsimizi veririk. Bu cür siz məşq etməlisiniz ki, bu hərəkətdə rahat dayanasınız ki, bel bərkisin.
Ondan sonra bu hərəkətdir. Nəfəsimizi alırıq, nəfəsimizi veririk, nəfəsimizi alırıq, nəfəsimizi veririk, nəfəsimizi alırıq, nəfəsimizi veririk. Bu hərəkətin sizə 1-2 variasiyasını təqdim etmək istərdim. Bunlar böyür üstə, bunlar əslində bel üstə dayanmadan daha rahat hərəkətdir. Bu cür nəfəsimizi alırıq və qalxırıq. Nəfəsimizi alırıq və yavaş-yavaş qalxırıq. Ondan sonra nəfəsimizi alırıq və ayağımızı qaldırırıq. Əziz xanımlar, bu Tadasana hərəkəti idi və bu hərəkətlə biz ötən verilişimizdə göstərilən bir neçə Paschimottanasana variasiyasını göstərdik. Bu hərəkətlə biz bu Paschimottanasana hərəkətini bitirməliyik. Yəni bu Paschimottanasana hərəkətinə əks hərəkətdir. Xahiş edirəm, ardıcılığı itirməyin. Om. Mövzumuza davam, verilişimizə davam. Biz heç yerə getməmişik, buradayıq. Ümid edirik ki, siz də bizi izləyirsiniz. Zara xanım, olar mən sizə Zara xanım deyim. Zərifə xanım, Zara xanım. Necədir vəziyyət, necə gedir? Hələ ki davam edirik. Hələ ki göz kölgələrini qoymaqla məşğulsuz. Torpaq rəngində bir makyaj eləyəcəksiniz. Mövzumuzu eşidirsiniz, bayaqdan müzakirə edirik. Amma siz çox gənc bir xanımsınız. 25-26 yaşında. 25. Yəni 25. Can. Can. 24-25 yaşında bir gənc xanımın fikri mənim üçün çox maraqlıdır. Vaxtı gələndə sən bu botoksdur, fillerdir, sonra mezosaplardır, ümumiyyətlə bu kosmetik dəriyə qulluq vasitələrdir. Onlardan istifadə eləyəcəksənmi? Təbii ki. Təbii ki. Bəli. Yəni Xanım həmişə baxımlı olmalıdır. Yəni mən düşünürəm, ehtiyac olsa niyə dilətdirməsin? niyə də yox? Yəni mən özüm də düşünürəm. Özünüzdə düşünürsünüz. Bəli. Normal yanaşmadır. Kifayət qədər görürsünüz, gənclərin də fikri elə bir ki, bir qədər biz onlardan daha təcrübəli xanımlarıq. Bizim fikirlərimiz, bizim dünya görüşümüz ayrı, amma gənclərin də bir özlərinə aid bir yanaşması var. Amma xanımlar arasında hələ də bir maarifləməyə ehtiyac var. Bilirsinizmi? Çox var. Yəni, məsələn, elementar bugünkü gündə bir çox məşhur xanımlar qorxurlar deməyə ki, mən botoks eləmişəm. Yəni, həqiqətən bilirsiniz ki, çəkinirlər demək. Çünki o dəqiqə sanki bu cəmiyyətdən belə bir qınaq obyektinə çevirirlər ki, vay, üzünü şişirtdi, doldurdu. Yəni, hələ də aramızda elələri var ki, başa düşmürlər. Botoks nədir? Filler nədir? Dolgu dediyimiz nədir? Sap nədir? Mezo nədir? O nədir? Adlarını eşidiblər. Amma aralarındakı fərqi bilmirlər. İnanın mənim sözümü səmləyin. Yəni ki, əgər mən deyirəmsə botoks eləmişəm, o dəqiqə elə bir təəssürat yaranır ki, mən artıq plastik əməliyyat eləmişəm. Yəni, başa düşürsünüz, marağınızı budur. Yəni, xahiş edirəm, Könül xanım, elə bir qısa bir xülasə verin, yəni bir giriş verin. Botoks nədir? Filler nədir? Mezo nədir? Bu mezosaplar nədir? Yəni, bunların hamısının arasında fərq var da, yox? Bəli, əlbəttə ki, var. Onlar, belə deyək, pasiyentin problemindən asılı olaraq seçilir, nə olunmalıdır. Mezo nədir? Birinci mezodan başlayaq. Mezo çünki ən monotərkibli preparatlardır. Vitamin kokteylləri olur. Çox vaxt vitamin kokteyllərdir. Biz necə daxilə invaziv olaraq vitamin qəbul ediriksə, bizim üzümüzün də vitamini ehtiyacı olur. Bəli, problemli dərilər var. Akne problemi var, gənə problemi var, hiperpigmentasiya var, qırış problemi. Bunlar problemlərdir artıq. Bunlara uyğun seçilir. Ağardıcı tərkibli, lifting tərkibli, tutaq ki, antibiotik tərkibli və s. Bunlar ayrıdır. Bunlar xəstəliklər gedir. Ancaq ümumiyyətlə anti-aging deyiriksə, cavanlaşma. Bunlar sadəcə olaraq vitamin kokteyllərdir. Müxtəlif tərkiblərdə ola bilər. Tamamilə zərərsizdir. Anti-aging, yəni qocalmaya qarşı olan... Qocalmaya qarşı olan prosedurları önləmək üçün. Digər biorevitalizantlardır. Biorevitalizantlar mezolardan bir qədər daha güclü tərkiblərdir. Mezolar effektini göstərər 35 yaşa qədər, 35 yaşdan yuxarı adətən qadınlara aiddir, bəzən kişilərə də aiddir. Yəni bu. Amma hormonal disbalanslar daha çox qadınlarda olduğuna görə onların tərkibi qadının orqanizminə uyğun qurulur. Yəni artıq tərkiblər zəngindir, ora əlavələr olur vitaminlərin yanına və s. Botoks nə üçün vurulur? Botoks qırışları blok etmək üçün vurulur.
Botoks çox gözəl bir proseduradır. Yəni botoks çox nahaq yerə siniri iflic cəmiyyətdə siniri iflic edir. Bəli. Yəni qırışları gözləyib 45-50 yaşında iflic etməkdənsə üz dərindən asılı olaraq artıq 30 yaşda sənin qırışların əmələ gəlirsə mimiki qırışların proterusa aiddir, alın nahiyəsinə və göz ətrafına aiddir. Bunlar artıq iz salacaqsa, çiziklər düşəcəksə, müəyyən müddət sonra bu artıq botoksla blok olunsa belə, açılsa belə o çiziklər qalacaq və o artıq həkimə də, xəstənin özünə də problem yaradacaq. Bəli. Yəni Burada- mənim əzizlərim, botoks nədir? Botoks siniri iflic edən Müvəqqəti bir preparat, neyrotoksindir. Neyrotoksindir. Toksinlərdən təmizlənmiş botulotoksin A tipli bir preparat. Botulotoksin, bax bu sözü eşitmək istədim. Mən həkim deyiləm, ona görə. Botulotoksin Amma bu qəşəng A. sözdür. Bu botulotoksin. Bəli, tərkibli preparatdır. Preparatdır. Nədir? Onun funksiyası sadəcə bu mimik, yəni Gülüşləri, gülmələrimiz, bəli, gülüş bəli. olan zaman, yəni mimikamız var da, qaşımızı çatırıq, gülürük. Məsələn, göz ətrafında qırışlar yaranır, alnımızı qırışdırıq, qaşlarımızı qaldıranda alnımız qırışır təbii olaraq. Yaş örtdükcə Əvəz eləmək olar ki, botoks eləmə başqa bir nə ilə əvəz başqa heç nə ilə. Onu o Bəzi sinir nahiyələr var ki, indi mən danışacağım, saplarla onları hardasa açmaq olur. Ancaq botoksun effekti nəyə görə xanımlar aralarında seçim edən zaman botoksu? Çünki o bir dəfə vurulur və 3 günə artıq öz effektini göstərir. Daha az travmatikdir, yəni. Botoks. Prosedur şəklində gedib gəlmək lazım deyil, bəli. 6 ayda, 9 ayda, yenə o həyat şəraitinə əlaqədardır, keçdiyin, yaşadığın ölkə ilə əlaqədar, gün enerjisinə və s. əlaqədar. Yəni, nə qədər mikrosirkulyasiya yaxşı olacaqsa, nə qədər isti proseduralar çox olacaqsa, təbii ki, vurulan dərmanın effekti də bir o qədər azalacaq. Yəni ümumiyyətlə onu da qədərində istifadə etməyi bacarmaq lazımdır da. Biz Yəni əgər həddindən ziyadə. yaşayırıqsa, deməli, həyat davam eləyir. Bəli. Yerin çəkim qüvvəsi də Yəni, təbii ki, qravitasiya. üzü də, bəli, qravitasiya da ptozdur. Üzü də artır. Artır. Yəni bu həyat tərzidir, ana oluruq, yuxusuz gecə yatırıq, yəni və s. və ilahi. Həyat irəliləyir qadınlar üçün. Və təbii ki, bu proseduralar sonsuz olmalıdır. Bəli. Yəni insan nə qədər yaşayırsa, müalicə şəklində onlara əməl etmək lazımdır. İldə 2 dəfə botoks olunar. Botoks keçəndən sonra üz sallanmaz. Belə bir ifadə var. Yəni üz sallanmaz. Ən yaxşı halını qoruyub saxlayır. Yəni olduğunun yaxşısını eləmək lazımdır və natural formada. Botoksdan sonra xahiş edirəm indi filler haqqında biraz danışaq. Aha, fillerlər, Filler bəli. nədir? İlham bəy, sən bildiyin filler necə olur? Məsələn, yəni sən çox məlumatlı xanımsan. Deyək ki, bu dodaq ətrafında və yaxud da Büküklərə. ki, sifətdə toxuma çatışmazlığı olanda ondan eləyirlər. Məsələn, mənə təklif eləmişlər, çünki məndə məsələn sağ yanaqda 2 yerdə Toxuma çatışmazlığı var. Onu yəni filleri vurandan sonra postepенно deyək ki, Tədricən. o tədricən o suyu özünə yığır və o bərabərləşir. Yəni nə bilim belə deyək, dolğudur da onun məsələn daha çox bilər. Mənim yəni o barədə məlumatlandırır, amma mən biraz çəkindim çünki bilirsiniz hələ fikirləşirəm ki, daha başqa yollarla edib ona əl atmadan etmək istəyirəm. Yəni mən onu filleri yenə deyirəm, mən bilirsiniz hər zaman çəkimi dəyişən insan olduğum üçün Həqiqətən biraz qorxursunuz fillerdən. qorxmaq deyəndə qorxmuram. Orada heç bir qorxulu şey yoxdur. Çünki o da 6 və 8 aylıq olan bir yəni Bəli. bilirsiniz dolğu elə bir şeydir. O sovrulub gedir. Yəni əksinə köməyi də olur yaxşı. Amma mən bilirsiniz bir də görürsən ki, filleri etdiyim zaman 2 ay sonra dəhşət kökəldim. Bilmək olmaz Yox, yəni. elə bir şey. O da gəlir onun üstünə, başqa görüntü verir Başqa artıq. cür olacaq. Yəni yenə də eyni effekt ona görə biraz. Aydındır. Aydındır, mən sizi anladım Milhamə xanım. Amma lap əvvəllər, bir 15 il bundan qabaq, süni Biopolimerlər var idi və Bakı şəhərində həmən hər kəs Bəli. yəni bir küyə düşdü də belə, cəmaət küyə düşdü. O biopolimerdən hamı getdi istifadə elədi. Dodağına vuran kim, Yanağına, almacıq sümüklərinə vuran kim, Bəli, göz ətrafına. vuran kim. Sonra da bir 10 ildən sonra da Nasıl məcbur olacaq getdilər, deyil. hamısını çıxartdırdılar. O da əməliyyatla çıxır da, bilirsiniz, yəni narkozla, əməliyyatla kəsib, yəni bilmirdiniz. O çox dəhşətli fəsadlar da. Çox dəhşətli fəsad. Yəni mən adam tanıyıram, avtomobil qəzasına düşmüşdü, yanağına mı harasına vurmuşdu. Bəli, bəli, O göz gəlib altına topalaşıb topası ilə belə bir tərəfindən onun belə qoz kimi belə çıxmışdı. Onu oradan çərtib çıxardıblar.
çərtib çıxardandan sonra üzündə çapıq qaldı yəni adamın. Bəli, təbii ki, biz süni preparatlara qətiyyən yox deməliyik. Və əgər o vaxtda süni preparatlar Yəni da bu həll olmur, vurulurdursa- bu bədəndə həll olmur. Bəli, ən yaxşı Plasmas halda kimi bir şeydir, gedib qalır orada. süni bildiyimiz silikondur. Zavodlarda Silikon, gördüyümüz silikonlardır. Ən yaxşı halda onların ətrafında fibroz kapsullar formalaşır dərinin özündən. Nə Bir gözəl. hüceyrə formalaşır və yumru şar şəklində, top şəklində dəri altında qalır. Müdaxilə qətiyyən eləmək olmaz. Çünki mən də şəxsən pasiyentlərimlə anamnez toplayan sonra birinci soruşuram, üzünüzdə süni doluğu varmı? Varsa mən həmin nahiyəyə qətiyyən müdaxilə eləmirəm. Çünki bu, bəlkə də müdaxilə eləyənlər də var. Ancaq mən başa düşürəm ki, mən bunu həmişə deyirəm, partlamayan bir bombadır. Yəni bunu tək üzvdə siz demişsiniz, bunu vurmusunuz. mənim kosmetoloqum da deyir. Bəli, Yəni bəli. deyir ki, Ən əgər yaxşı üzvdə biopolimer halda- varsa ona təbii hialuron turşusu vurmaq Qətiyyən. olmaz. Çünki biz onu qıcıqlandıra bilərik, biz onu parçalaya bilərik. O üst dərisinə yayıla və hətta nekroza qədər gətirib çıxarda bilər. Allah qorusun. Yəni mümkün qədər mən hər dəfə maarifləndirmək məqsədi ilə deyirəm, biopolimerlərdən baxmayın ki, qiymətləri ucuzdur. Bir neçə doktor vurmuşam 10 ildə artıq heç bir fəsadı yoxdur. Heç kəs deyə bilməz ki, 15-ci il bunun fəsadı olacaq yoxsa yox. Fillerlər qətiyyən Çox qorxulu vacib bir deyil. tərəfi. Hialuronlar dəri vasitəsilə sovrulurlar. Onların müxtəlif volumları var, qatılıqları var. Yəni nahiyələrdən asılı olaraq tutaq ki, biz dodağa vurduğumuz qatılığı dərin qırışları və sümük üstlüyünə vura bilmərik. Buna ixtiyarımız yoxdur. Yəni bunlar öz qatılıqları ilə istehsal olunur və qətiyyən qorxulu və bunlar yerini dəyişmirlər. Yəni bunlar dərini nəmləndirirlər, sovrulan zaman da nəmləndirirlər. Bunu hətta saplar çıxmazdan əvvəl biz fillerlərdən də eyni bioarmirovanie prosedurlarını eləyirdik. Dəraltı karkas, belə deyək, seminarlarda, xarici seminarlarda iştirak eləyirdik və onlar professorlar bizə deyirdilər ki, dəraltı karkas yaratmaq üçün hələlik əlimizdə fillerlər var. Yəni fillerlər də sovrulacaq və dəraltı çapıqlar yaranacaq. O çapıqların hesabına dəri möhkəmlənəcək. Və siz onu müqavimətli eləyəcəksiniz sallanmağa qarşı, yer qüvvəsinə qarşı və həyat şərtlərinə qarşı. Çox gözəl, çox gözəl Könül xanım. Çox ətraflı danışacağıq. Hələ irəlidə 1-15 dəqiqəmiz də var mənim əzizlərim. Hal-hazırda reklamların vaxtı gəldi də keçdi. Reklamları izləyək, sonra təkrar studiyamızdayıq reklamlar. Xoş gördük sizi xanımlar. Zöv rubrikası davam edir. Bugün də gözəl geyimlərin əhatəsindəyik. Bu arada bugünkü geyimim də Lady Sharma məxsusdur. Və həmişəkindən fərqli olaraq bugün 2 xanım iştirakçımız var. Nəyə görə 2 xanım? Çünki bu xanımları bir-birindən ayırmaq mümkün deyil. İnci qrupu bizimlədir. Bugünkü konseptimizi bilirsiniz, maraqlı konseptimiz var. Şirkətdə ilk iş görüşməsi necə bir geyim seçərsiniz xanımlar? Hələ ki seçməmişik, amma Düşüncəmizdə artıq var fikrimizdə elə bir şey. Çünki biz də tez-tez iş görüşmələrinə gedirik və Ona görə bir şeylər zövqümüzdən seçirik. bir şey seçəcək. Maraqlıdır. 2 xanım zövqü üst-üstə düşəcəkmi? O zaman Bəli, bizim həmişə Zövqümüz fikrimiz üst-üstə düşür. əla. O zaman buyurun başlayaq. No hands, got me in this club making wedding plans. If I take pictures while you do your dance, I can make you famous on Instagram. Hot damn it, your booty like 2 planets. Go ahead and go ham sandwich. Whoa, I can't stand it, 'cause you know what to do with that big fat butt. Wiggle, wiggle, wiggle. Beləliklə Şəbnəm və Xəyalı xanımın seçimini gördük. Gəlin görək özləri nə deyir öz seçimləri haqqında. Geyimdə qara ağ rənglərdən istifadə elədik və ona qırmızı rəngi də qatdıq. Məncə çox gözəl alındı. İndi müsiblərimiz bilmirəm nə deyəcək, amma məncə çox gözəl alındı. Mübahisə yaranmadı ki, bəs Arasında, xeyr, ikimizin arasında əsla mübahisə yaranmır geyim üstündə. Çünki zövqlərimiz üst-üstə gəlir. bəli, xanımlar, siz də görürsünüz. Əgər siz də öz özünüzü bizim bu rubrikada yoxlamaq istəyirsinizsə, aşağıda qeyd olunan xanımlar sadı səhifəsinə müraciət edə bilərsiniz. Sağ olun, salamat qalın. 'Cause you know what to do with that big fat butt. Wiggle, wiggle, wiggle. Demək gördüyünüz kimi xanımlar, Lady Sharm dükanlar şəbəkəsinin bizim üçün, bizim verilişimiz üçün məxsus olaraq hazırladığı bir layihədir bu. Yəni bir konkursdur, müsabiqədir, yarışmadır. Zövqə görə onlar yarışırlar və sonda
cümə günləri Lady Charm Dükanlar şəbəkəsinin icraçı direktoru Mələk xanım gəlir, əyləşir sizin yerinizdə və bu 5 xanım arasından birini seçir. Bir nəfər xanım qalib hesab olunur və ona 50 manatlıq hədiyyə kuponu verir Lady Charm. Sağ olsun, o da gedir həmin o kuponla özünə alış-veriş eləyir. Gözəl-gözəl geyinir gözəl günlərdə. Əslində sizdən münasibət alacaqdım. Necə idi? Xoşunuza gəldi bu xanımın zövqü? Yaxşı idi. Yaxşı idi. Qısa konkret. Çox gözəl. Sevda xanım, çox təşəkkür edirəm. Əslində, valla mən sizi bir səmimi xanım kimi çox sevirəm əslində. Səmimi bir fikir idi. Yaxşı idi bir kəlmə, yəni. Yaxşı idi, xoşuma gəldi. Mən də bəyəndim. Açığı mən də bəyəndim. Böyük məmnuniyyətlə mən özüm belə geyinərdim, məsələn. Hə. Amma bayaq söhbətimiz yarımçıq qaldı axı, Könül xanım. Botoksdan danışdıq, fillerdən danışdıq, nəhayət ki, gəldik, çıxdıq bu saplara. Bu sapların rəngi olur. Bəli. Nə gözəl. Elə də bilirdim. Kefil necəsə. Elə də bilirdim. Mən bildiyimə görə o qızılı sap deyirlər, nə belə bir şey. Yeri gəlmişkən var bax belə bir fikir. Qızıldan olur olsa? Xeyr, elə bir fikir yoxdur. Biz o sözü niyə işlədilər? Bəli, o söz mən düşünürəm ki, bizə türk ədəbiyyatından gəldi, türk estetik cərrahların dilindən gəldi. Altın iplərlə yüz gərmək, çünki orada ilk dəfə bu prosedurlar yerinə yetirilmişdi. Hörümçək yağı, hörümçək toru adında. Sadəcə olaraq bəlkə də düşünürəm, qızıla bərabər effekt verdiyinə görə bu sapların adları, bəli. Yaxşı ki, soruşdum mən. Bəli. Hörümçək torundan hazırlanmış saplar. Yox. Xeyr, hörümçək toru şəbəkə kimi də, yəni toru effekti kimi. Bəli, adətən ondan sümüklər üçün hazırlanır boltlar, ona görə. Konstruksiya yığılır, karkas. Ona görə də bunun toru kimi, bildiniz necə belə? Adətən hörümçəyin torundan, yəni sümüklər üçün, aslında sümük yığmaq üçün belə bir şeylər hazırlanır. O torun özündən. Yəni, hə, torun onu bərkitmiş, yəni sümüklər, kəsik sümüklər o çox böyük əməliyyatlarda olur. Sən nələr bilirsən, Ayıl xanım? Ay bacı, sən hardan bilirsən bunları? İlham əməli başı maraqlanır. Hardan çıxardır onlarımız, hansı sandığından çıxardır bu hörümçək torunu? Bir şey də demək istəyirəm. 3 il bundan öncə mən botoks eləmişdim gözümə. Görünür, naşı əlinə düşmüşdüm. Mənim gözüm kör dərəcəsinə biri düşmüşdü. Mən görmürdüm heç nə. Göz qapağı düşmüşdü də? Yox, göz qapağı düşmədi. Sadəcə olaraq mən ayağımın altını görmürdüm. Mən, məsəl üçün, bu insana baxırdım, 4-5 dənə görürdüm o adam. Çox pis haldaydım. Əlimdən tutub gəzdirirlər. Mən 3 ay özümə gəlmədim. Sonra göz həkiminə getdim. Çox həddindən artıq çox vurmuşdu deyəsən. Ya göz damarıma toxunmuşdu. Yəni, bunu da eləyəndə mənə elə gəlir, çox ehtiyatla. Ona görə də həkimlər eləməlidir ki, mən adi bir kosmetoloji bir yerə getmişdim, orada eləmişlər mənim üçün. Bəli, belə fəsadlarla biz çox tez-tez rastlaşırıq. Yəni də bu Nərgiz klinikasına gedərsiniz. İnşallah, inşallah. Bilirsiniz, həm də ki, müştərinin özündə də, mən bax, sapla əlaqəli, saplar hələ təzə olanda mən klinikada gördüm, müştəri adətən botoksla qaşın qaldırılmazdı və o sapla istəyirdi və sapla, baxın, qaşın biri burada, qaş buradaydı, artıq saçlara çatmışdı qaş. Yəni ki, o özünü elə bəyənirdi də, mən bilmirəm, yəni bu psixoloji problem. Məsələn, o saplardan qaşın qaldırılması üçün, dəhşət qaldırılması üçün istifadə. İnanın ki, insana baxmaq olmurdu. Sanki elə bir film trillerlərdə göstərilir, gözü tikirlər buradan, belə aç bağlanmır. Bax, elə vəziyyət idi. Könül xanım, bəs bu ketkut sapları, bu mezos saplar, əgər əriyirsə, itirsə, həll olursa dəridə, onda o necə lifting effekti verir? Bəli, çox gözəl sualdır. Hal-hazırda izahatını verəcəkdim. Elə bu sualın saplar üzdə əriyir, həll olunur. Karbon qazı və su şəklində. Orqanizmdən, böyrəklərdən su şəklində və orqanizmdən xaric olunur. Bizdə lifting nəyin hesabına gedir? Deməli, bu saplar parçalanmağa başlayandan onların ətrafında fibrin tellər formalaşmağa başlayır. Yəni, biz bunu derma qatına qoyuruq, gipodermaya. Gipodermada bizim dərimizin əsas bütün biolojik proseduralar gedir derma qatında və dermada fibroblastlar var. Hansı ki, biz tez-tez danışırıq elastin və kollagen sintezindən. Hansı ki, o fibroblastlar elastin və kollagenləri ifraz edirlər. Bu elastin və kollagenlər də dərimizi möhkəm saxlayır, elastik saxlayır və tonus da saxlayır. Bu saplar artıq orada, belə deyək, passivləşən prosesləri
regenerasiya eləyir, stimullaşdırır. Artıq orada bir stimulyasiya gedir. Qan dövranı başlayır güclü axın eləməyə, elastin kollagenlər ifraz olunurlar, dərini cavanlaşma və lifting bunun hesabına gedir və dəraltı çapıq toxumalar yaranır. Fibrin tellər. Bildiniz yəni o sap dərinin altında yeridiləndə dərinin altında təbii olaraq dəri altı çapıq yaranır. Bəli. Yəni o sap əriyib gedəndən sonra da düz deyirəm ki, o çapığın hesabına dəri dartılır. Neçə sapdan istifadə edirlər? Məsələn, o da əsasdır. Çünki mən görmüşəm ki, mən onun şəkilləri bir neçə şprislər, yəni o elə olur. Sapların formalarını artıq, tərkibləri haqqında geniş, mənə düşünürəm ki, geniş bir məlumat verdik. Artıq formalarına keçək. Saplar olur, adətən 3 formada saplar olur. Monoformada olan saplar var. Bunlar qarmaqsız saplardılar. Bunlar üzü liftingində istifadəsi necə olur? Üzə qoyan kimi üzü dartmazlar. Sadəcə olaraq bunlar biokarkaz əmələ gətirmək üçündür üzdə. Daşıyıcı iynələri var, kanyullar da ola bilərlər. Sap bunların daxilindədir, yaxınlaşıb baxa bilərsiniz və iynələrlə üzə daxil oluruq. Nə şəkildə və neçə dənə gəldikdə isə bəli, göstərə bilərsiniz. Bu sırf üzün anatomik quruluşundan asılıdır. Mən bunu sap görmürəm, orada iynədə xan. Onun içindədir. Saplar onun içərisində açıb baxa bilərik, ancaq onun artıq serilir, pozulacaq və istifadə olunmayacaq artıq pasiyent. Onların diametrləri də nahiyələrdən asılıdır. Biz dedik ki, qaşdan başlanmış, yəni qaşdakı, alındakı horizontal və qırışları açmaq üçün, qaş qaldırmaq üçün. Bunlar qaş qaldıran saplar sayılırlar. Bədən saplarına qədər var. Ölçülər və diametrlər nahiyələrdən asılıdır. İynələrin və kanyulların içərisində olur. Bu artıq iynə və kanyulu seçmək həkimin öz tərcihidir. Kanyullar daha az travmatikdir, iynələrlə haradasa göyərmə ola bilər. Digər saplarımız spiral saplardır. Yəni sapların ancaq bu formaları var. Digər başqa saplar yoxdur. Yəni hər biri haqqında məlumat verirəm ki, hər kəs bilsin. Spiral saplar nə üçün lazımdır? Bunlar vektorlara volum verər. Yəni üzün itirilmiş volumunu bərpa edirlər. Məsələn, filler əvəzinə ondan istifadə edir. Bəli, filler əvəzinə bunlardan istifadə eləmək olar. Spiral nə üçün? Baxın, skru saplar. Bunlar spiral varidirlər. Bunlar sovrulan zaman bunların artıq ətrafında spiral formasında fibrin tellər əmələ gələcəkdir. Baxın, spiral formasındadılar. Yəni bir var düz, sap olsun, bir də var belə spiral formasındadır. Bunların tarnada olan variantları da var. Bunlar sırf volum bərpa etmək üçündür. Bir də ən son saplar var. Bunlar kok saplar adlanırlar. Həkimlər arasında qarmaqlı saplardır. Sırf üz konturlarını tam şəkildə bərpa etmək üçün dəqiq baxa bilərsiniz, açada bilərsiniz. Bunların içərisindəki sapların qarmaqları var. Yolka ağacı kimi onu bir gətirin öz fikrinizə. Bəli, açada bilərik. Bunun artıq sterilliyi pozuldu və heç bir pasiyentə istifadə etmək olmaz. Bu sapların deməli ölçüsüdür. Yanaq üçün adətən nəzərdə tutulur. Ölçüləri 60 mm-dən başlayır 120 mm qədər. Bədən sapları da var ki, hansı ki liposakşın əməliyyatlarından sonra lifting üçün qol altı nahiyələrə, sinə nahiyəsinə istifadə olunur və çox yaxşı da əhəmiyyəti var. Bu saplardan birinci dəfə profilaktika üçün təbii ki, hamısı mərhələ-mərhələdir. 4 qoymaq kifayət edər hər üzə. Yanağı qaldırmaq üçün, nazolabial nahiyə, təbii ki, orbitaya keçməmək şərtinə, musculus albis, çünki bu ağız ətrafı əzələdir və bu daimi mimiki əzələdir. Yəni, burada sapları qoymaq diskomfort yarada bilər xəstəyə. Bəli, bəli. Qırışlar, bunlar marionetka adlanırlar. Daha çox bu deyilir. Qəmginlik püküşləri xanımlara yaş verir. O qırışlar üçün və kontur üçün istifadə olunurlar. Dekolte, boğaz nahiyəsinə qoyula bilərlər, artıq növlərini asılı olaraq. Qırışları da açırdı. Bəli, bəli. Boğaz nahiyəsindəki qırışları da açır və yeni qırışların əmələ gəlməsinin də qarşısını alır. Belə, bu qədər. Əslində mənə hər şey çox aydındır. Son sualım, bu sapların əks göstərişləri nələrdir və nə zaman bu sapları qoymaq olmaz? Bəli. Bu da çox yaxşı bir sualdır. Deməli, nə zaman sapları? Birincisi, daxili immun sisteminin xəstəlikləri zamanı, bura virus xəstəlikləri aiddir.
sistem sklerodermiyalar aiddir. İkincisi onkoloji xəstəliklər zamanı. Çünki biz əgər mikrosirkulyasiya qan dövranını yaxşılaşdırırıqsa, biz Onu da yaxşılaşdırır. bəli, onu da zənginləşdirə bilərik. Üçüncüsü nisbi əks göstərir şəkərli diabet xəstələrinədir. Tipinə baxır. Yəni bəzən onlara da qoyulur və ümumiyyətlə çapıqlaşmağa meyilli insanlar var. Bunlar keloid çapıqlar adlanır. Yəni onlarda travma olandan sonra normal dəri normativ toxumalar yaranmırlar. Bunlar bir qrup insanlardır. Onlara da anamnez toplayandan sonra bunları qoymaq olmaz. Əks halda bütün hallarda, bütün yaş sərhədlərində bu sapları istifadə etmək tam olar. Çox sağ olun. Sağ olun. Xanım, çox sağ olun. Çox təşəkkür edirəm verdiyiniz informasiya üçün, məlumat üçün. Zara hazırdır hər işimiz. Nurlana, bu bir dənə dövr elə burada bir göstər özünü görək qəşəng-qəşəng. Sənə bir baxsınlar tamaşaçılarımız. Çox gözəl. Zara, sənə bu gün bir dənə altı. Çox təbii, sadə. Hətta deyərdim gündəlik bir makyajdır. Bunu özümüz də evdə eləyə bilərik. Mən təşəkkür eləmək istəyirəm Könül xanım sizə. Zara xanım sizə təşəkkür eləmək istəyirəm. Sizi axtaranlar, sizi tapmaq istəyənlər hardan tapsınlar? Beyfam Estetik Mərkəzdən. Aha. Bəli, Instagram səhifənizdə var. Bəli, bəli, vizajist alt xətt Zara. Vizajist alt xətt Zara yazsanız, Zara xanımın Instagram səhifəsinə daxil olmuş olarsınız. Orada da mənim şəkillərimi də görə bilərsiniz. Arada Zara mənə də makyaj eləyir çünki. Və Könül xanım sizə təşəkkür edirəm. Nərgiz Klinikasına təşəkkür edirəm. Sevda xanım sizə təşəkkür edirəm. Çox sağ olun, gəldiniz, verilişimizə iştirak etdiniz. İlhamə xanım sizə təşəkkür edirəm. Saçma və makyajıma görə stilist Samirəyə təşəkkür edirəm. Geyimimə görə Lady Sharma təşəkkür edirəm. Ayaqqabılarıma görə Neftçilər metrosunun yaxınlığında yerləşən İzabel qadın ayaqqabılarının dükanına təşəkkür edirəm və studiyamızı belə gözəl bəzədiyi üçün Ağ Çiçəyimə təşəkkür edirəm. Hər kəsə təşəkkür edirəm. Tamaşaçılarımıza da təşəkkür edirəm. Çox sağ olun. Nə yaxşı ki varsınız, nə yaxşı ki bizi hər gün izləyirsiniz. Bax belə, sağ olun. Sabaha qədər.